Deyir ki, ağsaqqal adamsan, mən sənə protokol yazmıram, sənədləri də verirəm özümə, get 14-cü otağa, şəhər qayısına. Bir nəfər də otuzdurublar orada, pulu götürür, bax belə, verdiyin pulu. Üstünə bir dənə kağıt salır, belə, yazır maşının nömrəsini, bir də buraxılışın nömrəsi. Bax belə, bax bu qaydada pulu atırlar şkafa. Yox, mən protokolumu xahiş edirəm, yaz ver mənə. Mən çəkiliş deyirəm, üzvü düşmür. Başa düşdüm, protokolu xahiş edirəm, yaz ver mənə. Mən göründüm, protokol əlimdə olsun da qardaşım, nəyə görə deyirəm, zəhmət olmasa maşını sər ver. Protokolu ver də mənə. Xahiş edirəm, maşını get sər ver. Xahiş edirəm, protokolu ver. Vətəndaşım mən deyirəm, müraciət get sərdə saxlamayın. Xahiş edirəm sizdən. Protokolumu yazın verin. Olmadı ki. Yaz onda protokolu da. Maşınım oraya niyə girmədi protokolsuz? Tabesizlik 4 yanmışam, mən burada tabeyim yanmışam. Zəhmət olmasa. Orada potbasında, bırak sözümə tamam olmaz. Gəlib birazdan qabağını maşını sallayıb, birazdan vermədin imkan edir. İmtina eləyirəm, protokolumu yazın da. Zəhmət olmasa. Problem. Hörmət eləmirsən axı mənə. Sən məni kabinetə göndərsən də qardaşım. Yaz ver də protokolumu da. Ver protokolu salım içəri. Bura gözlənmə yeri deyil. Gözləmə yeri orada olur. Gözləmə yerinə mənim maşınıma hansı hallarda girə bilər? O hallarda protokolumu yaz ver girim. Yaz protokolumu girim. Özünlə bölünə bilir. Hara gedəcəm? Niyə? Hansı tabesli? Protokolumu yaz ver də.